Hamımız həyatın müxtəlif mərhələlərinə uyğunlaşırıq. Bəzən inteqrasiya etmək üçün, bəzən hörmət naminə, bəzən isə mühitə ayaq uydurmaq üçün. Hətta bizə xas olmayan davranışları qəbul etdiyimiz anlar belə olur. Bəzən mühitə uyğunlaşdığımızı düşünürük, amma zamanla öz mövqeyimizdən geri çəkildiyimizi anlayırıq. Əsas məsələ isə budur. Uyğunlaşmaq öz prinsiplərinə xəyanətdirmi? Sizcə insan vəziyyətə uyğunlaşmalıdır, yoxsa prinsiplərdən dönməməlidir? Baxır necə bir vəziyyətə. Məsələn, indi misal göstərək universitetdən. Əgər bir insan universitetdədirsə, yəni o imtahan qayda-qanununa məcbur uyğunlaşmalıdır. Amma belə yox, küçədə, bayırda, həyatda olanda onda məcburi deyil də, öz istədiyinə uyğun hərəkət etməlidir. Əvvəla baxır şərti götür-qoy eləyərəm. Görərəm bu şərtin mənim həyatıma necə bir katkısı var. Ona əsasən qərarımı verərəm ki, yəni bu prinsipdən dönməliyəm yoxsa yox. Mühitdən asılı olaraq dəyişir. Məsələn, universitet əgər mühitinə uyğunlaşmaq istəyirsənsə, tələbələrlə uyğunlaşmağın öz şəxsi işindir. Amma ki, müəllimlərlə uyğunlaşmağın və yaxud da imtahanlarla uyğunlaşmağa məcbursan. Baxır vəziyyətə, əgər uyğunlaşmalıdırsa uyğunlaşmalıdır. Əgər haqsızlıq varsa, o zaman öz prinsiplərini göstərməlidir. Həm uyğunlaşmalıdır, həm də həmin mühitdə də öz prinsiplərini də yeritməlidir ki, qarşısındakı insanlar da ona hörmət etməyi bacarsın, həmçində o da başqalarına hörmət etməyi bacarsın. Məncə insan prinsiplərinə dönməməlidir, çünki hər kəsin özünə aid həyat qanunları olur da, illa birinə uyğunlaşım deyə məncə insan öz xasiyyətindən dönməməlidir deyə düşünürəm. Əlbəttə uyğunlaşmalıdır. Nə qədər öz şəxsiyyətini, öz xarakterini qorumağa çalışsa da, olduğu müddətdə uyğunlaşmalıdır. Kollektivlə yola getməlidir əlbəttə. Çünki əgər bunlar olmasa, ünsiyyət qura bilməz, sosiallaşmada problemlər yaranar, işdə problemlər yaranar həmin insan üçün və yaxud da olduğu müddətdə həmin insan üçün problemlər yaranar. Bu da heç arzu olunan bir şey deyil. Ona görə adaptasiya çox önəmlidir. Həm insan öz psixologiyası üçün, həm də qarşı tərəflə uyğunlaşmaq üçün, qarşı tərəf üçün. Psixoloji yanaşmaya görə insanlar qəbul olunmaq və münaqişədən qaçmaq üçün öz mövqelərini dəyişə bilirlər. Problem o zaman yaranır ki, bu dəyişiklik davamlı xarakter alır və insanın əsas dəyərlərinə təsir edir. Bu halda uyğunlaşma artıq seçim yox, təzyiq nəticəsi olur. Psixoloqlar deyir ki, əgər dəyişiklik sizi inkişaf etdirir, yetkin biri edirsə, bu sağlam uyğunlaşmadır. Əksinə sizi kiçildir, özünə hörməti azaldırsa, bu artıq prinsipdən imtina deməkdir. Uyğunlaşmaq və tolerant olmaq önəmlidir, amma hər şeyə də yox. Çünki bəzi dəyərlər itiriləndə insanın özü də dəyişir.